Həyat onu hüquqşünas etdi və yaxşısından etdi. Əslində isə ədəbiyyatçı ola bilərdi, ya ömrünü musiqi ilə bağlayardı və Allah ondan istedad payını əsirgəmədiyindən, sonra hüquqşünaslıqda parlayan keyfiyyətləri elə şeirdə, elə şairlikdə, ya müğəndilikdə, yaxud çalğıçılıqda da üzə çıxa bilərdi. Ancaq qismət beləymiş və onu sabahın ədəbiyyatşünası görməyi arzulayan məktəb müəllimi şair Musa Yaqub hər halda taleyin başqa cür deyil, məhz bu cür gərdişindən razı idi. Sevinirdi ki, onun həmkəndlisi, bütün əsil nəsəbinə bələd olduğu sevimli şagirdi Simran, Azərbaycanın ən seçmə alimləri sırasında yer tuta bilib, özünü həyatda təsdiqləyib. Dünyanın hər üzünü görmüş Musa Yaqub bundan da agah idi ki, yetirməsi Simranın ürəyində şeirin qığılcımı varsa, bu elə bəsdir. Çünki o qığılcım daha heç vaxt sönən deyildi. İsmaillinin Buynuz kəndindəki, indi çox uzaqlarda qalmış 1960-cı illərdə, qarlı qış səhərlərində kəndin hələ ləpir düşməmiş cığırlarından keçərək dərsə gedərdilər. Musa Yaqublu hər dərs onlar üçün bir nağıl kimi ötərdi. O vaxtlar Simran üçün dünyanın ən gözəl şairi də Musa Yaqub idi, Azərbaycanın ən məftun edici şeirləri də məhz onunkuydu. Ancaq böyüdükcə əlbəttə ki, dünyada yaxşı şairlərin də, gözəl şeirlərin də az olmadığını gördü. Ancaq ilk sevgidir, onu ürəkdən heç vəclə çıxarmaq mümkün deyil. Ustadına heyrət və heyranlığı da illər boyu Simranla birgə böyüdü. Bu dünyanın qara daşı göyərməz. Bu, Musa Yaqubun məşhur şeirinin misrasıdır ki, o şeirə Azərbaycanda bir bölük şair cavablar yazıb və günlərin birində Simran da həmin ustad qoşqusuna öz cavabını yazdı. Gör nə vaxtdır yuva salıb içimdə, ilk məhəbbət bir qara daş biçimdə, bəlkə elə göyərdi ilk eşqim də, bu dünyanın qara daşı göyərsə. Simran o yerlərdə doğulub böyüyüb ki, orada həyatla təbiətin sərhədi yoxdur. Meşəbəyi atasının həyəti birbaşa elə meşəyə qarışıb. Bu isə lap başlanğıcdan Simranı da təbiətin bir parçasına döndərib. Təbiətə bütün varlığı ilə qovuşanasa, bir qaya parçası da, bir kol da, bir çiçək də, bir budaq da, qaya, kol, çiçək, budaq kimi yox, elə qurulu şeir kimi gəlir. Göz açıb gördüyü dağlar da ona şeir kimi gəlməsəydi, Simran heç bu dağlar qoşqusunu yaza bilərdimi? Sal qayalar bir-birinə yaraşıq, duruşundan dağ vüqarı almışıq. Zirvələrə, yoxuşlara qalxmışıq, suyun içib, balın yeyib dağların. Simranın şairlik təxəllüsü Orman oğludur. Həqiqətdir əlbəttə ki, ormançının, meşəçinin oğludur. Amma həm də bu təxəllüs Simrana biraz dar gələn kimidir. Ona indi ormançı oğlundan daha artıq elə orman oğlu təxəllüsü yaraşır. Meşələrin oğlu, dağların oğlu, təbiətin balası. Ötən ilin xəzəlindən işıldayan bir incisən. Bahar ünlü çiçəklərdən birincisən. Qalib çıxdın bu yarışdan, turdanmı sən qar çiçəyi? Qıymadılar birincilik pilləsini, sənə şərik eylədilər bənövşəni. İndi küçüb dönəcəksən, yoldanmı sən qar çiçəyi? Görməsinlər,
dərməsinlər səni aman, iz itirib, seçilmə heç bəyaz qardan, qoy desinlər buna sirdi, qardanmısan, qar çiçəyi. Neçə dost məclisi olub ki, qəfilcə Simran oxumağa başlayıb. Həmin anda orada xanəndə olubsa, sadəcə mat qalmayıb, yalnız bu oxuya valeh olmayıb, amma həm də biraz çəkinən kimi olub. Çünki Simranın muğamatın içərilərinə, şöbələrinə, guşələrinə, yüz cür xırdalıqlarına nə qədər dərindən bələd olduğunu əlbəttə ki, hiss eləyib. Təbii ki, o anda bunu da dərk eləyib ki, qarşısındakı bu həvəskar oxuyan ona muğamatdan dərs deyəcək səviyyədə biliklərə sahibdir. Ya həmin məclisdə tanınmış bir vokalçı olubsa, yerində dayana bilməyib, qalxıb, qoşulub Simrana, başlayıb onunla birgə oxumağa. Elə Simranın ürək döyüntülərini yaşadan hər şeiri də, bunları mütaliə edən hər kəsi o şeirlərə qoşulmağa, onlara qarışmağa səsləyir. Çünki o şeirlərin hər biri ürəklə, səmimiyyətlə doludur. Ürəklə dolu olana, səmimiyyətlə daşanasa qoşulmazlarmı?